Axşam saat 20 radələrində Kəlbəcər rayonu ərazisində güclü qar yağmağa başlayıb. Moderator az məlumat verir ki, noyabr ayının sonlarından rayonun bir sıra kəndlərinin ərazilərində başlanan və bugün daha böyük miqyas alan yanğının qarşısını almaq mümkün olmur. Bu səbəbdən rayon ərazisinə helikopterlərlə havadan müdaxilənin zəruri olduğu bildirilirdi. Kəlbəcərə qar yağmağa başlamasını yanğını söndürəcəyinə ümid olunur. Bakıda dekabrın 2-də havanın çiskinli olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bu barədə Sfera ASHA Milli Hidrometeorologiya Xidmətindən məlumat paylaşılıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ancaq gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi axşam bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-5, gündüz 1-5 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə, şaxta gündüz 1-6 dərəcə isti olacaq.